Hamınıza salam. Kanalıma və videoma hamınız xoş gəldiniz. Uşaqlar, bu mənim açıqcası ilk səsli videom olduğu üçün bilmədim necə bir açılış eləyim. İnşallah bəyənərsiniz. Bu əslində digər kanalda mən editlər eləyirdim, amma bu kanalda daha fərqli şeylər, videolar gələcəkdir. Əsasən gülməli, əyləncəli, bir-birindən gözəl videolar gələcəkdir. Deməli, bugünkü videomuzun mənası, yəni işi, teması bu gördüyünüz qırmızı qutuda nələr var? Bu qutudan istifadə eləmədiyim əşyaları qoyuram və biraz uşaq da gələ bilər, amma mənə görə çox şirindirlər də, yəni bunlar. Yəni ona görə qoymuşam və sizlərə bugün göstərəcəm ki, görək mən hansı əşyaları istifadə eləmirəm və uşaqlar gəlin başlayaq, nələr var deyəm. Deməli, tək əllə eləyəcəm, çünki şeydir, daha yaxşı olsun deyə, amma deyəsən yaxşı olmayacaq. İçini göstərməyəcəm, sizcə biraz çox qarışıqdır. Deməli, ilk olaraq belə bir yeni il temalı 2 dənə belə bir yeni il bəzəyim var. Yolka bəzəyim var, yeni il bəzəyi deyildi. Neysə, bax, bunlar həqiqətən çox istifadə eləmirəm heç. Çünki yolka bəzəklərim həddən artıq çoxdur və mən belə böyük bəzəklərdən heç cürə istifadə eləmirəm. Bunu anam almışdı. Yəni demişdim yolka bəzəkləri al. Neçə il bundan qabaq, o da belə böyük almışdı. Ona görə istifadə eləmirəm. Əsasən neçə istifadə eləyirəm. Daha sonra burada belə bir sumka bəzəyim var. Bunu niyə istifadə eləmirsən? Ayarlısı deyə bilərsiniz. Uşaqlar, bunu görürsünüz, baxın, burasını Steve yoldaşım qaraldıqdı. Əslində o sapsarı idi. Nə qədər elədim, bu getmədi. Ona görə də mən bunu istifadə eləmək istəmirəm. Artıq gözümdən düşdü deyə. Gözümdən bir şey düşəndə, yəni onu istifadə eləmirəm, amma heç cürə istifadə eləmirəm. Daha sonra belə bir aynam var uşaqlar. Hello Kitty aynam, baxın. Dəyişdi. Bunda çox aynam var deyə bunu heç istifadə eləmirəm. Əslində bu ayna mənə 3 həftə burada qabaq verilib. Bacım alıbdı bunu və də almışdı. Amma çox qəşəng aynadır. Mən açmayacağam, çünki açsam üzüm görünəcək. Əgər, yəni bəlkə irəliləyən zamanlarda üzümü göstərərəm. Daha sonra belə bir stres çarxım var. Tək əldə olduğu üçün yaxşı oynaya bilməyəcəm. Belə bir stres çarxı. Bunu da həqiqətən də heç istifadə eləmirəm. Yəni, daha sonra belə qalıb bunlar. Belə qoyacağım ki, daha yaxşı görərsiniz siz. Daha sonra uşaqlar, burada bayağı bir qolbaqlarım var. Belə qoyum hətta. Baxın, bir göstərəcəm. Bu qolbağı uşaqlar mən heç istifadə eləmirəm. Özüm düzəltmişdim, amma heç istifadə eləmirəm. Amma qarı qolbaq var ya, onun var ya, heç vaxt əlim qolundan çıxartmıram da, çünki anısı var həm də. Belə bir ipli qolbaq var. Bu ipli qolbaq dostum düzəltmişdi. Dostluq qolbağıdır 3 uşaq arasında, qız arasında. Daha sonra burada uşaqlar belə tək əldəyəm deyə heç nə eləyə bilmirəm bir dəqiqə. Aha, burada belə bir şey var, belə bir qolbaq. Bu qolbaq da əlimin nə bilim çox göstərir əlimdə, elə bir qolbaq çoxdur yəni. Bunu heç istifadə eləmirəm. Belə bir qolbaq. Bunu uşaqlar, bu arada mən çoxdan düzəltmişəm, hələ də qalır. Mən çoxdan düzəltmişəm. Bu nədir? Bu nədir qaqa? Bunları da çoxdan düzəltmişəm, amma mən indi istifadə eləmirəm heç cürə. Bir də baxın, bu kamera yaxşı düşdümür. Bu da belə bir qolbaqdır. Həqiqətən deyirəm ki, bunları çoxdan düzəltmişəm. Daha sonra bir dəqiqə ayağı durum. Necə göstərim? Belə göstərəcəm. Başınız gizərlənəcək videoya baxanda sizin. 2 dənə belə rezin var uşaqlar. Bu rezinləri əslində cipsin içindən çıxmışdı. Bu şəkildə. Daha sonra belə bir lak var. Məndə həddən artıq çox lak var. Bu lakı isə mənə hədiyyə verilmişdi. Ona görə yəni. Yoxsa mən qara lak alan deyiləm heç vaxt. Daha sonra uşaqlar, burada belə bir kiçik bir stres çarxımız var. Cidden bu stres çarxıdır. Burada cipsin içərisində çıxmışdı. Yəni belə bir şəkildə. Burada tatlı Hello Kitty'lərim var. Bu Hello Kitty'ləri isə mən dəftərdən götürmüşdüm bu arada. Belə göstərim tək-tək sizlərə.
Bunları elə saxlayıram. Çünki çox şirindirlər axı. Baxın. Bunları kəsmişdim dəftərdən. İstifadə elədim. İkinci sinif dəftərimdən. Ay, göstərəmədim bu şəkildə. Yəni uşaqlar bu qədər bir şey çıxdı. Yəni çox deyildi olmağına. Mənim üçün yəni bu qədər içərisində bayaqca YouTube'dan da mesajlarınız gəlir. Yəni uşaqlar videomu bəyəndinizsə like atıb kanalıma abunə olmayı unutmayın. Sizləri çox sevirəm.